Dördə verir dana. Payınız çox olsun. Payın çox olsun, ha qardaş oğlu. Ay öyle. Sağ ol bibinin ürəyi. Kimin belə qaqaş oğlu var? Праздников кто-то видео смотрел. Hə, çox sağ ol, Müslüm. Bir məsmuşunu alıb bibisinə. Klubniçka da alıb da. Nura get çayını doldur, çay dəmləyək təzə. Şirniyyat yeməkdən daha şirniyyat olduq. Payınız çox olsun, ay anar. Aç görüm Əsma, bunlar nədir? Bibisinə qurbana, mustika. O, vkусняшки у нас. Müslüm bibisini alıb da Qurban bayramıdır bugün. Ay sağ ol. Nə dolar? Fransuski bulочки. Qoy. Cəsur seyir. Bu da qoğallardır. Çox sağ ol. Alça indi yaxşıdır. Yetirib deyə şirin olur. Yoxsa mən belə alça yeyə bilmirdim. Qulaq hə ondan da yaxşıdır. Darıxmışdın nənə üçün? Nənə üçün darıxdı? Buna gelmişti. Senin canlı da bu nenesinin. Bunu da yapabilirsen. Gətireyim. Get bibisinin həyatı. İndi yuvaq qoyaq hamısından süfrəyə yiyin. Alın biberləri qoy. Ellerini yönəlir. Yaxşılıq da sağ ol bacım, sənə qurban. Deməli Musinka ilə Əsma bizdə qalır. Bibisinin yanında qalır. Anarla Şəmsiyə qurbanlığa gedirlər. Nura get, salfetkamız burada qutarıb. Şəmsiyə anar qurbanlığa gedirlər. Belə yox, Nura get, təzə paçka getir mama qurban. Çay eləyim anar, xətə bu çay içsin. Meymunluq eləmə Musinka. Namaz qılır, hə. Nə çox darıxıbsan? 2 gündür burada. Yox, 2 gündür? Hə. Özün yemen yer. Stona töktüm. Sayıqada gəlib yerdim. Əsma salfetka gətir Əsma. Hə, yumşaq yaxşıdır. Mən elə xoşlayıram. Soçun olur, yumşaq olur, şirin olur, çox turşu olmur. Uşaq aldı üstünə tökün. Balalarım mənim qonağımdır. Ay, bunlara qurban olum. Əsma, Müslüm, əlini sulada sil oranı. Ala bax. Bir tane cala. Cala. Gala. Nənə yaparmağa gəlmisən, Muska? Aparacaqsın nənəvi, darıxdın çox. Gece bizde kalmalılar ama. Bilmirəm. Oh no. Və sən söz vermişdin ki, bir gəlib sizdə çox qalacam. O gün nə vaxt olacaq, Müslüm? Bana sonra get kalarak. Yayda, mənə deyir ki, nənə gedək, qala. Hadi ya değil. Nə edirsən? Hadi. Ne yapıştırayım? Nə başlayır? Aynen ikisi. Niye öyle oluşuyor? Yaydı da, yayın 22-ci yaydandı. Hələ yazdı. Aç göstər mamasının ürəyidir. İşlətmişəm mən tabalapqa üstündə bax belə. Bu nə üçün alıblar sənə? Belə bloknotdur. Pirver. Nə? Hə, pervi iğniyə. Uşaqlar bizdə qalır anar. Niyə aparırsan? Qoy qalsınlar da uşaqlar. Yox, qoy qalsınlar ana. Mən getməsini gəlmişsə bayramda. Hə, bildi, hə. Mamiyə dünəzə Hə, qurbanlığa girsin. Gedin, Allah qəbul etsin. Gedin, gedərik. Qoy uşaqlar qalsın, mama da qalsın. Siz özünüz. Süzürəm. Qaynadı. Ana, şəmi də gətirin, qalın da bizdə. Yox, mən bu boyda millət niyə qalır? Nə millət var? Qalın, vallahi anar. Evə gedərəm də. Oy Allah, bu öz evindən başqa heç yerdə rahatlıq tapmır. Baxaram elə vəziyyətə. No, gəlin, vallahi gəlin, gözünün üstə yeriniz var. Gəlin. Qoy çəksin. Nə sizə şəkil şirniyyatları. Qoy talokada çıxardım. Yam yam. İyin sizə qurban olum.
Mama ilə ciddi şirinliyi çox yeyirsiz. Sənin uşaqların çox yedirəm, bilirəm. Ay mama, neyək? Müslüm, gəl. Özbə nə qoyursan, qoy, bibi sən nə qurban. Gəl. Niyə bibisinin ürəyi? Müslüm bizim üçün görün nə süfrə açdı. Meyvəsi, şirniyyatı. Sən nə qurban olun, Moyska. Bu semişka da yola aldığımızdan qalıb. Axşam Nuranın ikisini çıtladıq. Nə qədər semişka aldım dünən. Bir dənəsini maşında çıtladıq. Bu da sonuncudur. Hə, indi çıtlayarıq qəşəng. Bu sırf Müslümün meyvələrdir. Öz aldığımız ərikdən qutardı, az qalıb. Müslüm aldıqları daha qəşəng, dadlıydı. Hə, bu da alçası, çiyələyi. Bir padnos belə şirniyyatı. Gəl otur da Nura, sən də özvə çaysız otur. Otur, semçika da var, nastarçı. Semçikamız da var bir dənə. Əsma bugün qonağımızdır. Sən də qalırsan atam? Darıxdın atandan ötürü, anandan ötürü? Sən kim üçün ən çox darıxırsan? Nimişay, Nuray. İkisinin içində. Bə nənə üçün? Nənə üçün daha da çox. Daha çox. Neçə gün nənəyi görmürdüm. Çay tökərsən, yavaş ol. 3 gün olar da. Bir günü bizə gəldi, 2 günü də getdik. Bugün də 3 gündür demək olar ki. Gəl Əsma, gəl otur bir yanda. Mən sizlə, siz mənsiz yediniz, mən video montaj edərkən. İndi gəl bibi ilə, mən tək oturmağı sevmirəm. Nənə ilə darıxıram. Hə, özünə qurbanım. Hə, belə. Yenidən şəkil şirniyyatlarından. Yiyirsən? Ay, Əsma gələndə birinci öz şirniyyatlarından yedi. Kətə yedi, qoğal yedi. Saçımı yığ. Hə, git saçını yığ gəl gözəlim. Git gəl. Biz nənə yaşıl çay içirik. Hə, Müslümə başqa vkusняшка nə edeyim? Ürəyi nə istəyir? İndi verəcəm, yersin, qəşəng yeməklər də var. Verəcəm, balam yesin. Nuray tut, как tut. Semişkanı açdım ama. Semişkanı can. Benim çeşirdim. Bilmirəm, bunların əlini hara saxlamışdım bunu. O ağlar yaxşı olmur, hə? Mən xoşum gəlmir o semişkalardan. Hə. Yox, bu başqa bir şeydir. 1 manat yarı qiymət. 1 manat yarı qiymət, mama. Bunu Şamaxıdan aldıq da biz. Şamaxı idi ora? Hadi. Yox. Sən nə bilirsən hardan aldın? Yol üstü düşdü yer, internet vurdu. Ağdaş idi. Hə, oradan aldıq. Qeyri-adi semişkalar var. Bunlara bax düzülüblər. İkisi də semişka gözləyirlər. Nuray deyir, ev şəkildə alayım. Yine qurban. Hamısı çıxdıyın. Açsın qoy, hamısı çıxdıyın sizə qurban olun. Bayram günündə həmişə rəvan həyatda olarkən də həmişə bizi siz yad edirsiniz. Sizə qurban olun. Rəvanın əzizləri. Nənə çay tökər süvə Müslüm. Çox tərpənirsən. Nə istəyirsən? Nura, padnos bud da? Çox istəyirəm. Bıçağı nə inirsən? Hadi çox. Barmağını aça bilirsən. Çox yeşil. Yenə mama, gördün, mən açdım. Kotarılka verim, elə yox. Muska. Подожди. Var burada tarifası mı? Var mama var. Hə? Dayan. Dayan seni. Hara dökəcək? Yanına bak. Deyim. Allah buna mustik, Allah qabığına tökün, rahat sən atan. Şurada yanına. Yüzü getdi, stol getdi. Ot sən də çıxda. Əsma, Allah bu tarılka da sənin üçün olsun. Var tarifası. O balacadır. Hə, yaxşı çıxdı. Zəng gəlir. Yox. Zaman deyir. Elə bir telefon yolcusu gəldi. Benim var telefonum mesela. Orada. Zaten kapı var. Yox. Neçədir? 40 neçədir? Hələ qutarıq. Bunu ortaya qoy. İndi atandan anandan icazə al, Muska. Məktəb qutaranda qalarsan. O çirəklə qalarsınız. Hə. 4 dənə uşaqdır da. Müslüm, Əsma, Asiya, Zəhra. Bax o çirici. Первый Bir Нет, belə. первая Ася, а потом я, потому что Ася самая маленькая. Hə. Второй. Mən sənə qurban. Görsən nə ağıllı balam var mənim. Ən birinci Asiya, ən axırıncı da Zəhra. Ən böyük də Zəhradır.
Asiyadan sonra sən, sonra Əsma, sonra Zəhra. Bibi ilə qalın, başımı qatın, söhbət eləyin, kömək eləyin. Bəli, evdə sıxıcı olur ərinin. Tək qoymun bibini. Bibi siz axşamlar gəzmə yaparsın, biləcək gəzintisinə. Qaradır. Qapqaradır. Qaradır. Heç nə olmaz. Biabır eləməsin çıxıb. Ağdaş semçikasıdır. Bir dəfə Ağdaş da düşdük. Bir dəfə də Şamaxı idi da o. Şamaxıda düşdük axırıncı dəfə. Oturduq maşına. Sonra elə bir yağış yağmağa başladı. Mən də boğazım ağrıdı. Rauf xəstə getdi, sağaldı, gəldi, mən xəstələndim. Boğazım ağrıyır. Sizə xəstəliyi mən İsti idi, pəncərəni mən açdım, üstümə elə, üzümə elə vururdu ki, külək ağzıma dolurdu. Dedim da mən dözüm, cəmat var axı, istidir, isti olmasın. Ortada oturardı. Ortada ürəyim sıxılır, mən qırağı orada sevirəm. pisdir, hə. Mami salmışdım ortaya. Elə bir tərəfində məni ortaya saldı. Mən oturmazdım, bunun çəkilişinə görürdüm. Arada pəncərədən çölü çəkirdim. Ortada sevirsən tutmaz. İstəmirəm. Niyə? Məncə adam üzəyi bulanır. Ortada yol olan. Həm Əsma. Ağlım Gedəbəy yoluna getmişdi, tez getdik, gəldik, tez getdik. Hə, tez idiniz də dostum. Gedəndə vəbşə tez getdik. Sən nə götürmüşdün? Niyə? Əziyyət çəkdi yaz. Nə var? Nə? Nə? Nə oldu? Orası boşluqdur. Dişi yox. Hə, dişi yoxdur orada. Oraya bu. Heç olmaz Əsma, sabah gələrsə yaxşı bir sənə qurban. Ata qoymadı da, neyiniyək biz? Sabah görüşərik inşallah. Qəşəng paltar geyinərsiniz. Əsma sabah qalacaq bizdə. Nora eləmədi, atası qoymayacaq, ağlayacaq da uşaq. Qoy, məktəb tam qutarsın Əsma. Gəlib qalacaqsınız. Hə, Nora, nənə ayaqqabılarını ver. Müslüm getdi mi ay Əsma? Mama, sən hər şeyi götürdün. Nənəni kimi getdi Nurqa? Mama, sumkanı götürmədin? Sənin qaynanava sumka verirəm, ayaqqabı verirəm, götürmür. Xəziyyəti ağırdı. Atası qoymadan ayrı. Salam əzizlərim, hər birinizi yeni bir gündən salamlayıram. Necəsiz əzizlərim? Həmişə yaxşı olasınız. Bizlər də sorsan şükürlər olsun, yaxşıyıq. Düzdür, biraz mən nasazdamışam, Şəkidən qaydanda, bilmirəm, avtobusda da Vita'da mənə soyuq oldu, nədən bilmirəm, nədirsə. İstiydi, mən pəncərəni belə açmışdım, içəri hava vursun deyə, amma hava ən çox, həm də Şamaxıyı keçəndə çox soyudu hava, yağışdı, belə hava oldu. Daha çox mənim üzümə, burnuma dolurdu və ağzıma dolurdu soyuq hava. Deyirdim, bəs mən bağlasam, içəridəkilərə isti olar, ona görə bağlamadım. Yəqin ona görə mənim boğazım, yəni belə soyuq su falan da içməmişəm. Hə, belə istərəm, nəysə, bu da keçər bir neçə günə. Raf gedəndə biraz xəstə idi. Dərman falan almışdı, özünə antibiotik falan almışdı, içirdi. O sağaldım, qaydan başda mən xəstələndim. Əzizlərim, bugün də qardaşım gel qayıdıb gələcək. Axşam qalmadılar, nə qədər dedik ki, qalın da bizdə, elə bugün də Rəvanı gedək, ziyarət edək, sonra evizə gedərsiniz. Amma yox, anar deyir, mən başqa yerdə qata bilmərəm, yata bilmərəm. Neysə, getdilər ki, rahat olsunlar. Dünəndə bacısına qurbanlıq gəlmişdi, Şəmsən bacısı nişanlıdır, ora getdilər. Belə əzizlərim, uşaqlar da orada qalmaq istəmədilər, bizə gəldilər, ona görə uşaqları bura qoyub getdilər. İndi bugün gələcəklər, nasib özüm də belə xəstə kimiyəm, hələ gələndən də heç evə əl gəzdirməmişik, düzəməlli, elə dünən idi də, evdə idik. Sıra gün axşam gəldik, dünən də elə onlar gəldi, yenə onlara başımız qarışıq oldu. Bir dənə paltar işini istədim edəm, xanımlar. Paltar yuanımı da elə bir ki, demişdim də sizə xarab oldu. Necə xarab oldu? Yuyurdu, xanımlar. Yuyurdu, yaxalayırdı, suyu axıdırdı. Amma sıxma rejiminə keçmirdi.
Yəni sıxma rejiminə keçmir. L-Y yazılırdı, İ-Y yazılırdı, cürbəcür yazılar yazılırdı. Mən dedim Rafa gedək gələr, sonra onunla məşğul olarsan da. Dünən də dedim qoy prop üçün rəngli paltarları yığdım maşına xanım. Dedim ki, də yusun, yaxalasın, suyunu atsın da sıxmaz da eyb yox. Bir dənə də yenə yaxalanmaya qoyaram, yaxşı yaxalasın, suyunu atsın. Sıxmasa da elə belə ya əlimdə sıxıb sərərəm, elə ki eləcə biraz belə sulu kimi olur da, elə də sərərəm. Amma maşının içində su durmurdu. Amma indi nə oldu? Dünən paltar içinə əlavə etdim xanımlar. Suyunu aldı, özdə gel əlavə etdim, gellə yuyurdum. Suyunu aldı və belə nağarada baraban belə bir cür oynayırdı da, yəni fırlatmadı, yumadı. Axşam da gec də olsa da, Janargilin yanında eləmədim, otururduq, belə söhbət eləyirdik. Şəkil təəssüratlarımızı danışırdıq, gözəl insanlardan danışırdıq, söhbət eləyirdik. Nəysə ki, onlar gedəndən sonra paltarı boşaltdım, əlimdə yudum, sərdim. İndi daha bugündən sonra görək indi Rauf buna bir əncam etsin. Görək harasından nəyi xarab olubdu. İndi bu hələ su içində qalıbdı. Axşam dedim Rauf eləməyə evcə gecdir. Yorğunam, həm də qrip kimiyəm, adam bədəni lap qırılır da. Ağrıyacam. Dedim ki, yox, sonra özüm onu boşaldıram, aşağıdan şlanqdan açaram. Qabı qoyaram, qarşısına boşaldaram. Bilirəm, siz buna baxanda düzdür məsləhətlər yazacaqsınız, ondan ola bilər, bundan ola bilər. Bəlkə də siz bu videonu izləyərkən bu təbii ki, məncə də remont olar. Yəni, bugünə sabaha Rauf bunu mütləq remont eləməlidir. Çünki nə qədər yenə paltar var, ağlarımız var da, ağ geyimlər. Paltar yuyulasız, amma qalmışam belə maşınkasız. Belə əzizlərim. Birazdan bunu boşaldıram, elə axşam gecə. Axşam yox, gecə bunu boşaltdım, yaxaladım, yudum, sərdim. İndi qardaşım yolda gələcəklər. Əslində ağrıyıram deyə fikirləşdim ki, nə bişirim ki, asan olsun. Dedim, toyuq var. Kartoşka ilə qızartmaq elə olmasın da, quru-quru belə. Fikirləşdim ki, düyüdə çıxardım. Dedim, uşaqlar keçsinlər, kişmiş alsınlar. Nura deyir, mama, yox, kişmiş lazımdır. Keçin dəfə deyir, dəmlədim, kişmişsiz daha yaxşı idi. Burada 1 kilo 200 qram gəldi düyü. Belə çəkdim. Nə idi, bu yadımdan çıxdı. Nəysə, sumkada, o göy sumkada olan düydəndir. Belə bunu döşəməli çalışıram, bunu döşəməli plov edim. Bilmirəm, bir də neçəyə gələrlər. Dedi, gün otu namazından qabaq gələk ki, çox gecə qalmayaq da. Məncə saat 11-12-yə bəlkə də gələrlər. Hal-hazırda saat 10-dur. Axşam da Rauf bunu düzəltdi, xanımlar. Baxın, bu sentyabrda 1 il olacaqdı. Mən bu telefonu almışam, adapter da üstündə idi. Baxın, bu özü çürüyüb gedir. Prosta mən istəmirəm təzə. Digər telefonlarımızda adapter xarab olanda alırdıq da. Onlar yaxşı işləmirlər, yığmırlar, uzun müddətli olmurlar. Öz adapter həmişə yaxşı olur. Mən də lakta vurmuşam ki, mama gələ hara gedəndə özümünkünü aparıram ki, səhv düşməsin də. Bilim ki, bu mənim adapterimdir. Ona görə Rafa dedim, yenə bunu keçən dəfə diskoşun etmişdim. Baxın, belə bir şeylə etdi. Adına, bilmirəm nədir adı. Rauf adına qaloş deyir. Hətta buna anar kəsdik ki, o da götürsün. O da özlərindəki telefona etmək üçün. Amma yadlarından çıxıb bizdə qalıbdı. İndi bugün gələrlər. Mamanın da açarı bizdə qalıbdı. Yaxşı ki, könüldə zapas var. Belə dırnağım da qapqara semçika çıxdamaqdan xanımlar. Semçika xəstəsi olmuşam. Belə əzizlərim, yəni o düyü dəmləmək istəyirəm indi. Biraz da çıxardım yenə meyvə yuyum qoyum uşaqlara, yesinlər. Qalan şirniyyatlardan da bulardı, alçada biraz o qaldı. Verim uşaqlar yesinlər. Belə əzizlərim, bir dənə aşı dəmliyim bugün. Həyəti süpürdüm, çıxdım süpürdüm. Əslində həyat yüyləsidir. Amma görüm nə vaxt edərəm. Həm də özüm də xəstəyəm deyə istəmirəm suyla iş görmək, suyla oynamaq. Belə su qaçanlıqlarını bir stəkan isti suyumu edim içim xanımlar. Və meyvə yuyum qoyum, görüm nə edirik davamında. Bunu da döşəməli adi bir aşda dəmləyəcəm. Toyuğun bir üzünü qızardıram, digər üzünə çevirəndən sonra süzülmüş düyünü tökürəm. Sarı köküdür, yağıdır, belə əlavə edirəm, qoyuram adi belə. Sulla hamı kimi dəmlənir. Hamımız etdiyiniz kimi xanımlar. Əsas mənim dərdim bu paltar yuyan maşındır. Görək inşallah bugün Rauf bunu düzəldə bilsəydi, yaxşı olardı. Belə əzizlərim, gedək heyvan balamı da ziyarət edək. Dünən də yenə gecə yağış yağdı. Çox belə olmuşam. Bir dənə havalar, eləcə hava ilə. Elə bilirəm, nə bilim, yağış yağanda dəli oluram. İstəmirəm rəvanın üzərinə yağış yağsın. Neysə, belə, gedək bugün də buranı yuyək, silək, təmizləyək
ürəyim biraz rahatlansın. Allah onların köməyi olsun. Allah həmişə yanlarında olsun. Allah həmişə onların dayağı olsun. Həm evlərindən gedirlər, amma avtobusla belə gediblər də, adi bir taksi vurub gediblər. İndi öz maşınını yəni öz maşını gəlibdi. Artıq Anargil də bizə tez-tez gələcək. Öncə həm maşınları yox idi, gəlməmişdi də. Həm də iş, güc, belə hamının özünün işi, gücü. İndi mən də götürüb bir yerdə gedəcəyik. Bu dəfə mən də onlarla bir gedəcəm. Yəni onlar da gedirlər, yuyurlar, silirlər, mən də rahat olurdum xanımlar. Yoxsa inanırsınız, mən hər gün istəyirəm getməyi, hər gün. Yəni onlara güvənirəm ki, onlar da var deyə, onlar gedirlər. Onlar gedirlər, mama gedir, danlarına gedib. Dedim, gedəndə məni götürün buradan, mənə görə bura gələcəklər. Yoxsa elə özləri gedə bilərdilər yenə. Nəysə əzizlərim, belə. Uşaqlar da bizdə qalmaq istəyirlər. Deyirəm, yayda bu məktəb qutarsın, qalarsınız. Prosto onlarda o xasiyyət vardı. Öncələr ağlayırdılar bizdə qalanda. Mama ilə hətta yatırdı Əsma. Gecə oyanıb ağlayırdı ki, atam anamız deyirəm. Deyirəm, birdən ağlayar. Yol da yaxın deyil. Uzaqda yoldur məsafəmiz. Elə maşınla belə getmək, probkasız yol olsa elə 50 dəqiqəlik, 40-50 bəlkə də 1 saata yaxın belə vaxt var da. Qaraçuqurdan belə bizim evə biləcəyik. İnşallah yayda qalarlar hamısı. O çətinliklə qalarsınız. Belə çıxışımı bitirim xanımlar, suyumu içim. Görək davamında nə eləyiriksə, yəni davam çəkiləcək, vlog olacaq əzizlərim. Bugün də tamamlasam, sabah da nə bilim çəkəcəm, sizlər üçün vloglar hazırlayacağam. Hazırda vloglarım var, onları montaj edib paylaşmağa. Vaxt lazımdır onları montaj etməyə. Çəkirəm, amma montaj etməyin arsız vaxt tapmıram. Xanımlar, artıq mən aşımı hazırladım, qoydum dəmlənməyə. Baxın, üzərinə belə yağını da əlavə etdim, sarı kök də əlavə etdim. Dəmirin disilmiş olar, qazını da lap azaldaq. Dəmlənsin. Saat hal-hazırda 12 tamamdır, 12 qalıb 5 belə. Bu da çıxan qablardır xanımlar. Bunları da yum. Soyuq suyu açmışam, isti suyu açda qoysunsun. Allah da yum xanımlar. Allah hər birinizə sağlığı versin, sizdən uzaq olsun. O çox pis qripdir. Birinci Nuray xəstələndi, sonra da Tasım da mən. Bütün qışı bizdə qrip olmadı, heç kim xəstə olmadı. Bu vaxtı qrip çox pisdir. Belə, bu da dəmlənsin, saat 12-də qoydum hardasa. 1 saat 1-2-nin yarısına qədər də belə. Xanımlar, qablarımı da yuyum. Balalarım gəldi, şirinlərim gəldi. Sumkanı götürdün. Onlar qalsın, acı, sonra indi gəlirik, qaydırıq. Vəfa ağac verdi Revan yanında əkiməyə maşınla getmişkən. Vəfa da qonşumdur. Gedək orada əkək maşınla gedirik. Onlar arxaya qurqurur olma. Çekil. Ha, nədir bu üstüdə? Da hava nə pisliyi. Sosial evlərdir. metre sonra sağa tamam. Bax, elə bir burada düşürük, bax bu boyda yolu sonra aşağı pişkom gedilir. Avtobus bura kimi gəlir. Burada maşın yolu var mı? Ayaqla belə gedirik, tez çatırıq. Sən get, düz oradan get onda sən. Ha, buradan belə, bax qurbanım. Yox, orada. Bax, buradan belə, bu yana. Ha, oradan da aşağı, düz aşağı.
Ha, düz git ana, git aşağı. İstiyorsan düzgün. Это значит, что погода чистая. Ona deyirlər torpağın isi gəldi, torpaq islanır. Gəldik Rəvaşqa. Rəvaşqaya baxın, belə yağış yağır. Dəsmalları çıxartdım. İndi yuyaq. Baxın nə qədər suludur yağışdır. Gedim su gətirim, qəşəng yuyum buranı. Güllərinə də baxın, qurumayıb gülləri. Hava sərin keçir, belə kölgəlidir. Gidək gətirək ana, o yandadır. Bu dəfə Rəvanın yanına gəldik, yağış yağırdı. İndi dayandı yağış. Təmizlədim, belə sildim. Gününü açmadım, dedim belə bütöv dursun, külək olanda uçurdur. Çəyirtkələr də var. Da qonşum verdiyi ağaçlardır. Dayısı əkdi, indi tutarsa Raf istəsə sonra yerini dəyişər. Torpaq burada yaxşı deyil. Hər nədir sağ olsun. Qonşum da anar da sağ olsun əkdi. Belə. Bayramı mübarək Rəvaşqa. Qonaqlar sevən Rəvan. Dayısı gələndə sevinirdi, gülürdü. Dayısı mahnılar oxuyurdu. İndi Rəvanı görməyə bura gəlirik, sakitliyə sükuta. Gəlin Müslüm, gəl küsmə, gəlin yemək yiyin, bibi sizə qurban, gəlin görüm. Tərəqəsini çatmadı. Beləsində çəkin yiyin. Atavı çağır gəlsin Müslüm. Atanı çağır. Ana, Nuray, soqlar da həyətdədir, soqları da gətir. Amma qatığım yoxdur eşəmi. Yarpaq dolmasına qatıq yoxdur. Süd istəyirsən. Süd var. Gəl Nura, zaldan stol da gətir oturmağa. Semçikalarımız da bura. Oturun. Otur Nurkan. Götür tarafı. Müslümündür. Sen götür özü və çək. Tarafı yiyin. O qap boşluğa Hə, çək. Çək dayıva başqa qap verir. Stəkanların içinə bitini tökmə. Yiyin. Mışqanı çəkim, mışqanı. O birisi hanı? O deyir, Sevinç bir vlog niyə çəkmirsən? Onu deyən uşaq hanı? Mışqa gəl. Sevinç qaçışdır. Bağlı balada musiqi. Şəmi, sən nə qədər çıxdırsan? Mənə bax, məndə bir tam çıxdı. Ha, mən qabıydım axana görə, sən çoxdan oturubsan. İndi gəlin Müslümə çay süzək. Müslümə bir çayını ilə verəcəm. Fındıqlı şəki halvası ilə. İndi bunu da açaq, bunu elə açmamışıq. Qozdular qutardı. Fındıqlı. Bunun kilosu 8 manatdır. Qozlunun kilosu 10 manatdır. Bu Əmrah Şirniyyat evində, başqa yeri bilmirəm. Təzə qablaşmadı baş əmi. Açandan sonra da qəşəng rahat bağlanır.
Özüm belə bütöv 1 kilo istəmirəmsə, niyə qab yekə olur şəmi. Sonra qalanda aç, bağla, adamın əli hər yer şir olur, balaca yaxşıdır. Аккуратней. Аккуратно. Hə, Muska? Аккуратно. Beh, 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 beh. Beh, 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 beh. Doğrasan, bir bunu qəşəng. Ben ıslandım. Nöş. Ben sevmiyorum. Nöş. Beğenmirsən? Ay Muska. Tak. İndi beləsini doğrayaq. Aha. İndi tarikalara qoyaq, çay süzək. Tut mən açım tökək. Yoldaşda sən tut belə. Tut. Hə, özün açırsan aç. Bütün ürəyi. Mən kek otunu anara görə vurdum. Mən xoşlamıram əslində. Sən xoşlayırsan? Mən vəbşə yaşıl çay keçmişəm. Özüm istəm yaşıl çay içirəm. İndi sizin xətrinizə içirəm çay. Biz Lənkəran çayı içirik. Bizimki də Lənkəranımız var. Var. Prosta bu rəvandan qalan çaylarda bir dənə də hələ bütüyü var. Hələ bir də 1 kiloluq var. Ətirli idi, ətirli çıxdı da ona görə qaldı o. Like-dan falan deyil Müslüm. Like edin, bəyənin, nə bilim, abunə olun, elə şeylər deyil. Like edin, abone olun. Bir də çoxlu Çoxlu like qoyun və çoxlu abone olun. bir də sam glavne Şey yazın. hə. çoxlu kommentari də yazın. Deyir mi? Görsən günəş çıxdı Əsma. Raduqa varmı? Yoxdur. Amma bulut da var. Gedək şəmsiyi gəzdirək biləcərini mollarını. Mama, bunu sumkava qoya bilərsən. Nə? Ver mənə. Mama, sonra ki pis etkilə tuturaq da. Yox, tez gələk də. Atan da gələcək ev. Yemək veriyor tava. Al aşağı çıxdan mən də telefonsun. Niyə? Yaxdan gör nə qədər tutmuşam. Mənim barmaqlarım yarı olub, qaralıb, nə gündədir semiçkadan. Elə bir plan doldururam. Məcburam bunu, hə. Mən açıq sumkadadır əslində. Biz gəldik evdəyik xalaları. Əsmə baxın, Nura belə rezinkalar aldı. Əsmə ucu taxtı saçını, ucu не купонun. Açın Nura paltarlarını podelitsə eləyək xalalarına aldıqlarımızı. Ay sağ ol. Aç belə şey tut, qəşəng. Nura pulları da burada qalıb. Biraz geri git, bir qopan qoy görün belə. Belə bir köynəkdir, qoy bir neçəliyim. Aha. Aha, belə bir köynək qəşəng qaldı əynində. Bu neçə idi Əsma? Yadımdan çıxdı. 15 manat. 13. Hə, 13. Belə. Belə bir neçə nədir? Gəldi belə köynək. Ha, bu 8 manat. Bunu mən bəyəndim. Qız eləcə uzun qol giyinir. Deyirəm, yaydı, Nura belə bir mavi rəngdə, yay rəngidir. Belə bir köynək. Həm nəyəsə altından da giyinmək olar, elə özündə giyinmək olar. Hə, belə iş yox. Başqa nəsə var idi? Yox. Orada nəsə var axı? Sprey idi. Səndə belə. Qolbaq götürmədi? Hə, götür. Götürdü. Səndə belə qoy. Dən də belə qolbaq aldı. Nurçika xanım. Dən də sprey aldı. Bilmirəm o sprey nəyə lazımdır, hərfinə. Amma nədirsə axtarır da qolbaq. Dedik istədiyim qolbaq yoxdur, hə Əsma? Gördüyüm dir alıblar, yoxdur. Dən də belə sprey aldı. Bilmirəm o sprey nəyə lazımdır. 30 manata getdi də elə bil, hə Əsma? 2 manat da qayıtdı. Nurayka.
aldı bunları özü. Atasından pul götürmüşdü, özü aldı. Belə. Salam əzizlərim, necəsiz? İndi bugündən hər birinizi salamlayıram. Dünən qardaşım gel bizdəydi, biraz çəkiliş etdim onlarla. Bugün səhərdən çəkiliş edərdim, amma biraz başım qarışıq oldu. Nəyə qarışıq oldu? Öncəki videolardan bilmirəm də hansı video çəkəcək. Dedim ki, paltaryonumuz xarab oldu. Hələ də xarabdır xanımlar. Biz Şəkidən qaydanda ayın 5 idi. Ayın 6-sı paltaryona paltar tökdüm. Yenə dedim yəqin ki, elə yusun. Yuyurdu xanımlar. Yuyurdu, suyunu atırdı, amma sıxmaya başlamırdı. Bax, elə xarab olmuşdu. L-Y hərfi yazılırdı. Gəh İ yazılırdı. Bax, belə yazılırdı, səs eləyirdi da. Qurutmurdu. Ona görə mən də elə çıxardırdım, elə sıxıb sərmişdim. Elə ayın 6-sı da paltar qara rəngləri əlavə etdim. Dedim, qoy elə yuyulsun, eybi yoxdur. Əlavə yaxalanmaya da qoyaram, çıxardaram. İstəsəm sıxaram, istəsəm də sıxmadan. Yəni, çox belə sulu olur da. Suyu atır xanımlar, prosta sıxmır. Paltarın canında su olur biraz. Neysə, o günü qardaşım gildə gəldi, uşaqları qoydular. Yəni, bu videoda olacaq da məncə olar. Özləri də Şəmsiyyənin başçısının qurbanlığı gəlmişdi. Uşaqlar bizə gəlmək istədilər. Ona görə uşaqları bizə qoydular, özləri getdilər. O gün onlar da axşam gəldi, uşaqları götürdülər, mamanı da götürdülər, getdilər. Mən gecə o maşında olan paltarları çıxartdım, vannaya bütəri, yaxaladım. Yəni maşının da içində su dururdu belə narsız. Yəni suyu götürdü maşın, amma yumağa başlamadı. Yəni tam başqa cür oldu. Yəni yumadım. Eləcə belə maşın belə elədi, dayandı. Yumadı. Onu o rəngləri gecə özüm əlimdə hamamda yudum, sərdim gecə. Dünəndəki yenə heç nə. Amma nə qədər paltarımız var, yolda gəldik, evdə uşaqların paltarı çox tez-tez dəyişirlər. Bunlarda ağlar var, da rənglər var, paltar yenə var. Və bu gün Rauf dedi ki, saat 11-ə usta gələcək paltaryanı düzəltməyə. Mən də Rauf evdə olmayı da biraz narahat oluram. Dedim ki, sən özün evdə olmursan, mən neyim o ustayla? Dedi ki, Cəsur evdədir da. 11 oldu, soruşdum. Deyir, nəsə lazım olan detal var, onu axtarıram. Tapmayıb. Sonra Rauf başqa bir ustayla kiməsə danışıb. Şimdi bugünə alınmadı. Və danışıb Rauf, yəni ki, sabah Rauf özü işdən gələndən sonra düzəldəcək yəqin ki, paltaryanı. Özü alacaq, nə lazımsa düzəldəcək. Belə bugünkü günüm elə ona keçdi, belə özüm də üstünüzə min kərə sağlıq xanımlar. Biz Şəkidən gələndən mən çox pis xəstələndim. Keçən gecə vəbşi yata bilmirdim, boğulurdum. Bugün də eləyəm, çox pisəm. Həm üşüdürəm, həm nəfəs ala bilmirəm, həm iştaham yoxdur, ürəyim qalxır belə. Çox pis xəstələnmişəm. Belə xanımlar. Və indi də dedim, biraz belə bir çəkiliş edim. Sizə bu paltarı duruşunu falan göstərmək üçün. Dedim, bu çəkilişi edim. İndi xeyir iş var, ora gedirik xanımlar. Baxın, paltarı sizə göstərim, necə durur mənə. Baxın, belə də bu yeni aldığım kofta ilə giyindim xanımlar. Belə. Əslində bu qızıl, bir də nişan üzüm qızıl. Çox da qolbaq falan taxmaq istəməm. Nuray gətirdi, saatı var idi. Nurayın ad günə Vüsalə xalası hədiyyə etmişdi. Dedim, amma saatı taxta. Deyirəm, Nuray, mən nə qolbaq istəmirəm, yox. Taxdım, gördüm, sıxılıram. Dedim, yox, Nuray çıxart, heç nə olmasın, gərək əlimdə, üstümdə. Bir də bu prosto kompleksini taxdım. Bir dənə qızıl budur, bir də nişan üzüyümdür. Çox sevirəm bu nişan üzüyümü. Əslində bütün qızıllarımı, yəni bilənlər bilir də, qohumlar, toyda alınanların hamısını Rəvanın yolunda hamısını satmışdıq. Bir dənə bu nişan üzüyü qalıb mənə. Bu komplekti də sonra almışdıq. Bir də bu prostoylarımı taxdım xanımlar. Amma qəşəngdilər. Xoşuma gəlir. Belə yalnız saçımı uplatdıq elədim. Makiyaj da etmirəm xanımlar. İçimdən gəlmir. Bir dənə qaşlarıma düzəliş verirəm. İlk orada belə bir üz cizgisi kimi normal olmalıdır. Başqa da belə tonalini heç nə pomada heç nə çəkmirəm. Biz hara gedirik? Raufun bir yaxın dostu var. Raufun da biz 5 ailəyik. Ailəvi dostuq. Neçə illərdir. Və Raufun qardaşı, Ranın qardaşım, Ruhiyyə bacımın qızının bugün nişanıdır. Onlar əslində çoxdan edəcəkdilər. Rəvanın bu 40'ını falan. Dedim ki, narahat olmayın. Nə vaxt edirsiniz edin də. Əsas odur ki, Rəvanın 40'ı çıxdı. Xeyir işinizi ləngitməyin, yəni bizə görə. Xeyirlə şər qardaşdır. Siz dedim, narahat olmayın bizə görə. Əsas odur ki, uşağın xeyir işi qalmasın.
Onlar bizə çox doğma insanlardılar. Rəvanın sevimli əmsidir. Ramin əmsi. Xətri əzizdir. Biz onları çox istəyirik. Qızla bugün nişanıdır xanımlar. Ora hazırlaşmışıq. Rafla indi orada mütləq iştirak eləməliyik. Hətta xəstəyəm belə. Amma bu elə bir məclisdir ki, özüm istəyirəm də orada iştirak etmək. Xəstə olmadığıma baxmayaraq mən orada mütləq iştirak etməliyəm. Çünki balamızdır. Hər gün olan bir şey deyil. Orada biz mütləq olmalıyıq. Belə ona hazırlaşmışıq xanımlar. İndi Rafda işdən gələcək. Belə hazırlaşdım. Sadə bir geyimini geydim. Düşünürəm ki, sadədir. Və rahatdır. Çox rahatdır xanımlar. Baxın belə. Bu kofta da çox yaraşdı. Nəinki öz koftasıdır. Belə. Allah hər birinizin evlərinizə həmişə gözəl günlər qismət eləsin. Balalarınızın xeyir işlərini görəsiniz. Hər bir evdə vağzalı çalınsın. Bütün məni izləyən, mənlə yaşıd belə xanımlar, hamınız nəvə nəticə sahibi olasınız inşallah xeyirlisi ilə. Belə əzizlərim, başqa nə deyim? İndi Rafda gəlsin, gedəcək və bu saç da məni bezdirin alırsınız. Mən heç səbrim çatmır. Bilmirəm, broşka götürmüşəm mən. Elə şəkildən gələndən bu broşka sumkamdadır. Götürmüşəm ki, orada yığmadım bunları. Orada sırası saçımı rezinlə yığdım. Belə xanımlar. Və bu çantamı götürürəm. Və belə bir basanoşkan var xanımlar. Bunu keçən il almışdım. Mən bunu keçən il bir dəfə giyindim. Düzdür, rəngləri tam olmasa da, amma bir-birinə uyğundur da. Yəni, qara, boz rəng istəmirəm və yaxud toy klaçı istəmirəm. Bu nişandır belə. Dedim, biraz çox belə şık olmasın da, toy deyil də, nişandır. Və bu basanoşkanı mən keçən bir dəfə geyindim. İndi daim izləyicilərimiz xatırlayır. Keçən mama gildə olanda, qardaşım gildə keçəndə olanda bir dəfə onlarda qonaq getdik. Və mən o basanoşkanı kapronsuz da giyinmişdim. Dabanımı elə yara elədi xanımlar. Ona görə də kapron kalqotku ilə giyinəcəm ki, dabanımı sürtməsin, incitməsin. Gülafət bacı da onun qara rəngi var. Deyir, bacım mütləq kapronla giyin, yoxsa incidir. Belə Raf da gəldi, səsi gəldi. Bu da hazırlaşsın, çıxaq xanımlar. Belə, əlimdə saçımda qalır, eləcə, bax, belə eləyirəm, hər dəqiqə belə eləyirəm. Acab belə, belə yaxşıdır. Geçən ki, abiyonunu eləmişdi. Bir dəfə getdim, klatkanı elədim, gəldim, dedilər, bəs makiyaj deyirəm, yox, makiyaj istəmirəm. Belə, elə yaxşıdır. Boğuluram, nə varsınız, boğuluram. Neysə, belə əzizlərim. Biz çıxdıq xanımlar, taksi sifariş etmişik, yolun başına gələcək. Rauf müəllimlə gedirik. Allah xeyir versin inşallah onlara da. Mənim gözlərim, mənim günayımdır. İnşallah balalarım toyda. Amin, hə, Allah haqqı. Balalar. Dedim ki, ev istəmirəm, yesətim, hava istəyirəm, gezmək istəyirəm. Asqar həyətdə qəşəng çıxar. Gələrəm inşallah. Hə, sən tərəf bacı, şeyli qoluna da vur gəlir. Əsrək balamızın var, razıdır. Şeyləri qalmadı, ay səhvənin. Səfərləri gəl. Bir gələcəklərdən aç. Allah koyun, bacım. Ya, kötü. Sizi qapıdan götürür taksi? Yox, bəyə aslında qaz taksi tapanmıydı. Biz də tapan vardı. Atkaz eləyirlər. Atkaz eləyir. Gah cəsur vurur, gah rahat vurur, atkaz eləyirlər. Aslında bu taksilər var, smart.